Dostlar, salam. Hər vaxtınız xeyirli olsun. Bu günləri sizə bir məlumat verəcəyim. Deməli, bəzən biz nömrə alırıq və nömrə alan zaman nömrəyə balans vurmuruq. Nömrə iki tərəfli bağlanır. Yəni bir vaxt keçəndən sonra həmin nömrəni unuduruq. Yəni nömrə neçə idi, nə ilə başlayırdı və s. və s. Bunu öyrənməyin bir dənə yolu var. Lakin bir dənə əmması var ki, həmin nömrə kimin adınadırsa, məsəl üçün atanızın, ananızın, qardaş və s. qohum kimin adına idisə yadınızda saxlamalısınız da. Yəni kimin adına idisə həmin nömrənin sahibinin PIN kodunu və asan loqini bilmək lazımdır. Deməli, tutaq ki, həmin adamın PIN kodunu da bilirsiniz, pasportun seriya nömrəsində və s. Asan loqinlə, yəni digital loqinlə gəlirik, qeydiyyatdan keçirik. Burada zaten qeydiyyat var. Qeydiyyatdan keçirik, ondan sonra girə bilərsiniz. İndi isə mən asan loqini olan şəxslərə göstərəcəm ki, həmin nömrəni unutmuşuqsa və balanslı da vururuq, nömrə açılmırsa və s. Və ya nömrəni bilmiriksə, necə balans vuracaq, necə nömrə açılacaq, o da var. Nömrəni unutmuşuqsa. Əsas odur, asan loqin olmalı. Deməli, siz burada görməyəcəksiniz yazını. Deməli, burada ikonu var, identifikasiya nömrəsi. Bu nədir? Bura PIN kodunuzu yazırsınız. Gördüyünüz kimi burada zaten ikonuna vuranda göstərir. İdentifikasiya hardadır? Aşağıda isə nə kodu qoymuşuqsa hesaba onu yazırıq. Yazdıqdan sonra aşağıda daxil ol var. Daxil ola toxunuruq. Daxil ola toxunduqdan sonra hesabımız açılır. Deməli, burada gəlirik MyGov bölməsinə, daxil oluruq. Bir də bizdən daxil olmağımızı istəyəcək. Daxil ola vururuq. Zaten özü daxil olur. Daxil olduqdan sonra bizdə ekranda gördüyünüz kimi pasportumuzu göstərir. Burada əlaqə məlumatlarım var. Əlaqə məlumatlarına giririk və mobil nömrələrin, yəni mənim adıma hansı nömrə varsa onu göstərəcək. Mobil nömrələrə daxil oluruq və gördüyünüz kimi burada göstərir. 051 722 26 89 ikinci nömrə. Azərsə. Yəni beləliklə nömrənizi rahat şəkildə tapa bilərsiniz. Digər üsul var. Nömrəniz deyək ki, açıqdır, kontur vurmusunuz. Lakin yadınızdan çıxıb nömrə neçədir? Yəni digər şəxsə də zəng eləyə bilərsiniz və ya zəng eləməsəz, yenə deyirəm, zəng getməsə bir tərəfli nömrə bağlı olsa, bunu da öyrənməyin bir yolu var. Məsələn, nar istifadəçilər üçün ulduz 666 DS yes. Daxil olaq. Ulduz 666 DS yes. Gördüyünüz kimi nar nömrəm göstərdi 070 622 30 72. Bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.